Bir daha salam. Artıq biz sizinlə 30-cu dərslikdəyik və bu dərslikdə sizinlə biz 3D sərhədin çevrilməsindən bəhs edəcəyik. Məhz 3D sərhədin çevrilməsi əslində daha gözəl bir üslubiyyət keyfiyyətinə malikdir və hər bir tərəf olan bucağın, yəni X, Y və Z dəyərlərinin tam olaraq hansı cür dərəcə bölgünlüyünə mənimsədildiyinin yəni şahid ola biləcəyik. Əlbəttə ki, bu atributu da görməyimiz üçün ilkin öncəki dərslərdə yaratdığımız veb-sayt işçi stolumuza qeyd etdiyimiz qovluğumuza daxil oluruq və bir daha yenidən hər dəfə olduğu kimi. Və gördüyünüz kimi burada bir neçə tip faylim var, lakin bizə hər dəfə lazım olduğu kimi bir daha da yenidən web səhifə.html tipli ilkin öncədən olaraqdan səhifəm lazım olacaq. Və bu faylın üzərində sağ deməni qeyd edirik əlbəttə ki və asman siyahıdan edit deyə, redakte et deyə sözlüyünü seçirik. Gördüyünüz kimi öncəki dərslikdə burada 2D sərhədin matrix çevrilməsindən bəhs etmişdik və bunu yəni qeydinə vardırmışdıq. Artıq burada 3D sərhədin çevrilişindən bəhs etdiyimizə görə məhz division'ı silməyirik, lakin ad fərqliliyi, məna feiliyi cəhətindən təkcə dəyişikliyimizi, yəni frazasına uğradıq və fayl menüsünə artıq HTML sənədimizi save edirik. Və qayıdıb ikinci dərəcəli faylımız olan mənim XCSS faylim.css faylimizi qovluğumuzdan çalışdırırıq. Və yenə də öncəki dərsimizdə matrix çevrilişinə, yəni mənsub etdiyimiz bu ayarı görə bilirik və hal-hazırda biz indi onu silirik. Və yalnız buranın boş sahə ərazisi kimi saxlayırıq və yeni transformasiyamızı qeyd edirik. Bu köçürülmə əlaməti əslində 3D sərhədin, yəni bölgülənmə, çevrilənmə, yəni əlamətinə mənimsədir. İndi artıq transformasiyamızı əlbəttə ki, qeydimizə vardırırıq və daha sonra yenidən bir daha rotated deyirik və rotated'ın artıq burada bölgü olan dəyərini bildirir. Məsələn, burada böyük X ilə bildiririk. Yəni, çevriliş əlamətinin məhz X bölgülük, yəni düz sütununda, yəni X dərəcəsində əslində nə cür formada götürülür? Artıq burada hər bir dərəcənin, yəni 3 bölgülük olan dərəcənin, yəni götürülmə qabiliyyətinə malikik. Baxın, burada biz transformasiya, yəni köçürülmə əlamətinin çevrilməsini əslində X dərəcəsinə tək xüsusiyyət bölgünlüyünü mənimsətdik və məhz bunu X dərəcəsi üçün yəni qəbulluluğuna vardıq və bu bölgülənmənin də tam olaraq 120 dərəcəyə yəni əlamətlər olduğunu bildirdik. Bir daha da alt sütunu olan düz xəttimizdə bir daha da kodlamamızı yazırıq, lakin bunun yenə də eyni ilə, yəni Mozilla brauzeri üçün tətbiq olunduğunu yəni sübutuna yetiririk. Rotated bir daha yenidən deyib, bir daha da X dərəcəsini bildirib və 120 dərəcəni eyni ilə təşkilliliyinə vardırırıq və qeydinə yəni təşkil edirik. Və artıq biz kodlamamızı əlbəttə ki işlədik və bu atributun da nə cür özəllik və ya bölgünlüyə yəni sahib olması, eləcə də xarakterizə edilə bilməsini görməyimiz üçün fayl menüsündən bir daha save edirik və artıq fayl menüsünə save etdikdən sonra qayıdıb qolluğumuzda web səhifə.html tipli sənədimizi çalışdırırıq. Gördüyünüz kimi, əslində 3D sərhədin çevrilişinin əslində X dərəcəsində 120 dərəcə bölgünlüyünə, yəni mənimsədildiyinin şahidi oluruq. Bu bir növ bizə yəni bölgülənmə əlaməti və ya bir atributu kimi dəyişkənlik frazası göstərmədi hal-hazırda. Yəni bunu dəyişdirə bilərik əlbəttə bir başqa cür. Məsələn, burada qayıdıb 180 dərəcə də deyə bilərik. X dərəcəsində, məhz X dərəcəsi üçündür bu. X dərəcəsinə dedikdən sonra Ctrl-S deyirik və ya fayl menüsünə save əlamətimizi bölgülədikdən sonra qayıdıb səhifəmizi yeniləyək. Bunu yenə də bir dəyişkənliyinə uğramadığını gördük. Əslində bu əlamət sərhədə deyil, ümumiyyətlə şəklə də bunu bölgüləmək olur və şəkildə daha gözəl bir üslubiyyət dərəcəsindən mənimsədilir və yer aldırılaraqdan yəni bölünür və bölgülənir. Bundan əlavə sərhədin X dərəcəsindən sonra isə Y dərəcəsi də vardır. Məsələn, burada biz Y dərəcəsini deyək və Y dərəcəsini isə 130 dərəcəyə bildirək. Məsələn, 130 dərəcəni qeyd etdikdən sonra və artıq biz fayl menüsünə save edək, qayıdaq səhifəmizi yeniləyək. 130 dərəcənin də həmçinin bölgüləndiyinin yəni şahid olmadıq bir növ. Bunu eyni zamanda yəni həm X, həm də Y dərəcəsini götürək, məsələn. Ctrl-C, Ctrl-V. Qayıdıb burada yalnız bunu X bildirək, üst bölgünlüyünü
120 dərəcəni bir daha qeyd edək. İki əlamətin eyni vaxtda necə mənsub edildiyini və tərəf müqabililiklərinin müxtəlif dərəcə bölgülüyü əlamətləri ilə nə cür təşkilliyinin, yəni fərqinə baxaq artıq. Fayl menusundan save edək, bir daha qayıdıb səhifəmizi yeniləyək. Yenə də bir əlamətin əslində mənsub edilmədiyini gördük. Bu, müxtəlif brauzerlər tərəfindən və ya bölgülənmə nisbiliyi baxımından müxtəlif cür qarşılanır. Ola bilər ki, bunun Mozilla, yəni brauzeri üçün məhz təşkilliliyi yoxdur. Məhz bunu Google Chrome dəstəkləyir məsələn. Amma yenə də biz burada Mozilla üçün olan transformasiya keçidinin məhz müxtəlif tərəfləri olan X, Y-ni götürmüşük. Lakin burada Z dəyəri yoxdur. Sadəcə olaraq X və Y vardır. Və iki tərəf dərəcəsinin əslində bölgülənməsi də yəni bu cür formada qeydə alınır və sərhədin çevriliş anlamı və ya membranı da yəni bu cür təşkilliyinə vardırır. Və bu cür formada əslində qeydinə vardırılaraqdan göstərilir. Və bu dərsimizdə bu qədər. Bir sonraki dərslikdə yenidən görüşmək ümidi ilə sağ olun.